Yay gəldi. Məncə yay bəs elədi. Məncə yay bəs elədi. Bu gün öcə iyunun neçəsidir? 8-idir, 9-udur, nə idi? Məncə bəsdir. İyun 8 gün olmalıdır. Yay daha doğrusu 8 gün olmalıdır. Keçək növbəti fəslə məncə. Payız gəlsə, payız gəldi, uçdu getdi quşlar. Sən də getdin. Keçdə dayalı. Bax yağdı yağışlar. İndi bir saat bunu gözləyəcək ki, bu nazla qəmzi ilə dönəcək. Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax yağdı yağışlar. Əziz dostlar. Adam var ki, yay adamıdır. Mən yox. Mən ümumiyyətlə yay sevmirəm. Sizlə biraz aramız açıldı, biraz get-gəl oldu. Ona görə biraz biraz səmimiyyətimiz var deyə bu sirrimi sizlə bölüşüm. Sirrimi sizlə bölüşüm. Baxmır, sağında mən varamı, kimsə keçirmi. Elə basır özünü ki, sağdan keçəcəm. Biraz səmimiyyətimiz yanandı deyəsə artıq ürəyimi deyə bilərəm ki, üstümə sürür. İnsanlıq yoxdur axı. İnsanlıq olsa, o mənim üstümə sürməz. Dayının baləsi. Bu Bentley'nin solunda dayanaq. Artıq yay bitməlidir məncə. Keçməliyik növbəti fəslə. Yəni, kifayət elədi yay. Mən yay sevmirəm. Mənimkisi qışdır. Soğuqdur. Soğuqları sevirəm. Soğuq olsun, bizim olsun. Yay elə, qış belədir ki, qışda çox soğuq olacaq, çox geyinəcəksən. Lap çox soğuq olacaq, lap çox geyinəcəksən. Yayda o isti olanda, məsəl üçün də, biraz nazik geyindin, mayka geyindin, tutaq ki, nəsə də bir şey geyindin, sən sərin oldu. Lap çox isti olanda nə edəcəksən? Onun variantı yoxdur. Bir addım o tərəfə keçə bilmirsən. İlişirsən, qalırsan orada. Amma qışın variantı var. Qışda məsələn 5 dənə kurtka geyin. Çox mu marozdur? 5 dənə əlcək geyin. Amma yayın variantı yoxdur. Yayda çox istidir, yenə mayka. Yəni maksimum yəni lük gəzə bilərsən. Onu da gəzməsən daha yaxşı olar. Amma ondan o tərəfi yoxdur yəni. Mən deyərdim ki, yəni çox belə açıq-saçıq geyinmək, çox açıq-saçıq geyinmək daha çox istilik yaradır bədəndə. Paltar biraz sərinlik yaradır bədəndə. Yəni paltarın olması mən deyərdim ki, sərinlik yaradır bədəndə. Məsələn, mən indi qolumu bağlamışam da, düzdürmü? Bu adi bir qolçaqdır da, taxmışam. Qolumu açanda valla yanlı tökülür qolum istidən. Amma belə bu biraz sərinlik verir mənə. Belə işlər. Ona görə məsələn isti səhralarda falan bədənlərin örtürlər. Üzlərini, bədənlərini, hər yerlərini örtürlər ki, isti çox da təsir eləməsin onlara. Bu yalan informasiya məndə hardandır bilmirəm. Amma da indi verdim də məlumatdır, özünüzdə saxlayın. Sabah bir gün hardasa lazım olsa istifadə edin. 444. Ne düşünülməsi var? İşdi qardaş, biraz qabağa ver. Payız geldi, uçtu gitti quşlar. Bax düşdü ağzıma, mahnı düşdü ağzıma. Qutardı, bugün beləyik. Bugün video bitənə qədər bu mahnı deyik. Payız geldi, uçtu gitti quşlar. Sən də getdin. Sizin də ağzınıza düşəcək qardaş. Bax indi mənim videomu izləyirsiniz də. Ey sən, məktəbli dostum. Get dərslərini oxu. Soldan keçə bilərik. Dayının balası. Ne oluyor oğlum? Korktum ya sen. Bize yaşıl yanır, oradan piyada keçmeye çalışır. Kişi de niyeyse tormuz verdi. Ne olduğunu anlamadım. Payız geldi, usta zettin qustar, sen de zettin, bak yağdı yağıstar. Bugün belədir qardaş, bugün ancaq bu mahnıdır.
Hər video bir mahnı. Baş beynimiz gedəcək. Ta ki mənim videolarımı izləməyənə qədər mən baş beyninizi aparacam sizi. Ta ki əl çəkib deyəcəksiniz ki, mən də bu yolsuz kanalını izləmirəm, abunəlikdən də çıxıram və onda mən payız geldi, uçtu gitti kuşlar, sen de gittin bak yağdı yağışlar. Payız geldi, garip oldu deniz. O denizin gözü yaşlı sensiz yar. O denizin gözü yaşlı sensiz. Payız geldi. Bəli, yayda payız oxuyuruq, payızda qış oxuyuruq. Belədir, kanalda belədir qardaş. Xoşva gəlmir izləmə mənim kanalımı. Abunəlikdən çıx, dislike elə və şərhlərində sil xahiş edirəm kanaldan çıxanda. Hey sən dostum, hələ də abunə olmamısan? Biraz qabağa keçək. Nərilliyirəm motosiklet, maşallah, maşallah. Burada nə qarmaq istəyirsən? Mən sola keçmək istəyirəm. Evet, şəsi qırmızıya. Yenə də nə qədər keçə bilir, keçək qabağa. Payız geldi, uçtu gitti kuşlar, sen de gittin bak yağdı yağışlar. Burada biraz apasını da burada əlimi tam qazdan götürmək. Ay bağışlayın, yenə dəydi əlim sizə. Gedib gəlib kameraya vururam. Burada tam əli çəkmək lazımdır qazdan. Hətta skorsu da azaldıram, 4-cü skorsu salıram. Çünki həm biz aşağı gedirik, həm riskli oldu. Biraz da salıram hətta. Skorsla düşək aşağı. Sür dayım balası, sür. Əmi keç qabağa, mən də keçim. Əmi şu. Amalation. Amalation. Zapravkada da qaqajı əmi dedim, dayı dedim, nə dedim. Yazıq belə duruqsundu, heç nə deyə bilmədi. Premium vurarsan da dayı. Nə deyəcək? Məndən uzağı 2-3 yaş böyüdü ya məndən. Bəlkə də məndən balacadır, bilmirəm. Qız elə çıxdı ki, qabağımı qorxdum özüm. Bir sifdafora baxın, sonra çıxın da. Bir, bəlkə də yarım saniyənin söhbəti idi, qızı vura bilərdim. Allah saxladı. Allah saxlasın sizin kimiləri. Burada sarı tora düşməyək. Süreyşin, sür. Sür, ala bomboş deyə yolu. Ay, bunlar nə qarırlar, ala. Bəyəm bulan deyə. Bəli, buradan sola dönəcəyik. Drogal döngəsinə gedirik. Drogal döngəsi. Yo yeah. Qaqulyam. Burada keçsin. Laycan get. Yo. Şəhər də boş deyəm, maşallah, nə yaxşı belə. Yaxşı elə motosikletlə düşmüşəm. Normalda tıxaçıq olanda yəni motosikletlə çıxmıram. Amma bugün əsl motosiklet sürmə günüdür. Həm yol boş, həm hava istidir. Yəni motosikletdə istidə biraz heç olmasa küləyi vurur da. Yəni o rahatçılığına görə deyirəm. Buranı bir ara çəkəndə biraz nəzarət elədilər. Hər yerdə saxlanmırdı cəmaət. İndi yenə nəzarət etdi. Hələ bu gün yenə yaxşıdır. Biraz səliqəli saxlayıb amma. Bir də görürsən ki, bura olur dəlixana. Eybəcər bir forma alır. Burada görəsən, yoxsa mən səhv gəlmişim.
Salam aleyküm. Bu Galaxy Parka necə gedə bilərəm? Sağa, sağa. Sağ ol. Sağa, yaxşı, çox sağ ol. Sağ ol, dayoli, sağ ol. Yolumu qısaltdım, əslində gəlib buradan da dönə bilərdim. Mən daha qısa yollarla gedirəm bu yolu. Deyir, dəmir zavod qutarandı. Yəqin ki, buranı axıra kimi getməliyəm. Düzdürmü? Məntiq buna əsaslanır da. Yəni, onun dediyi sözü incələdiyimiz zaman bizə dedi ki, dəmir zavod qutarandan sonra sağa. Və buradan sağa yəqin ki, dönəcəyik. Galaxy Park. Galaxy Park. Gəldik, çatdıq Galaxy Park. Baxaq görək bina neçədir. Pampers gətirmişəm. Blok 7. Bura deyil. Buradan sağa mı dönək, sola mı dönək? Yettu. Aha, gördüm yettini. Gördüm səni.